Allah inşallah bizim ürəyimizdə öz sözünə qarşı, tapşırıqlarına qarşı gözəl his qərar versin. Allah bizi o şəxslərdən qərar versin ki, biz Allahın bir hökmünü eşidəndə artıq eşitcək, ürəyimizdə bir reaksiya yaransın, şövq yaransın, eşq yaransın, hərarət yaransın. Necə ki, Allah bizə müəyyən keyfiyyətləri verib, dəyərləri verib ki, öz dostlarına qarşı Peyğəmbərin adını eşidəndə ürəyimizdə necə gözəllik yaranır, necə hiss yaranır. Ya Rasulallah, ey Allahın Həbibi, Həzrəti Əlinin adını eşidəndə, İmam Hüseynin adını eşidəndə çox gözəl hisslər yaranır ürəyimizdə. Allah bunu bizə verib. Bunu da versin ki, Allah bizim qəlbimizdə öz tapşırıqlarını bizə nazil eləyəndə, göndərəndə və yaxud o tapşırıqların vaxtı gələndə, o tapşırıqlar barədə danışılanda, oxunanda bizim ürəyimizdə gözəl hisslər yaransın ki, ax nə gözəl namaz. Namaz necə gözəl bir əməldir. Namaz bilirsiniz necə bir əməldir. Elə bir əməldir ki, Peyğəmbər buyurur, elə bil ki, sənin evində, həyətində bir quyu var. Hər gün o quyunun suyu ilə və yaxud da indiki dillə desək, hamam var. Hər gün o hamamda 5 dəfə çimirsən, 3 dəfə çimirsən. Sənin bədənində kir qalar? Yox. Namaz da elə bir bulaqdır, bir hamamdır ki, orada hər gün 3 dəfə, 5 dəfə girirsən, çimirsən, təmizlənirsən. Həzrəti Peyğəmbər oturmuşdu Salmanla bir yerdə, budaqları qurumuş ağacın bir altında, yarpaqları qurumuş bir ağacın altında, birdən Peyğəmbər silkələdi belə. Silkələdi, qurumuş yarpaqlar düşdü. Salmana dedi, Salman gördün ha, bu qurumuş ağacdan, budaqdan yarpaqlar necə düşdü? Dedi, bəli. Dedi, namaz qılıb qutarandan sonra da insanın günahları bu qurumuş yarpaqlar kimi tökülər. Oruç tutanda, oruç tutandan sonra insanın bütün günahları bu qurumuş yarpaqlar kimi tökülər. İstədim sənə bu yarpaqların tökülməsi ilə günahların tökülməsini başa salım. Bir təşbih olsun, bənzətmə olsun, sən biləsən ki, Allah insanı necə paçlayır, necə təmizləyir. Peyğəmbərimiz bəzən təşbihlərdən, bənzətmələrdən bax bu cür istifadə edirdi ki, ali həqiqətləri bizə o hiss elədiyimiz səviyyədə başa salsın. Bəli, bizim Allahımızın bizə tapşırıqları var və bizdən də istənilib ki, o tapşırıqlara qarşı biz hələ əməl eləyib qutarandan sonra yox, elə əməldən qabaq o tapşırıqlara qarşı bizim reaksiyamız olsun. Bir xanıma deyəndə ki, hicab, desin bəh-bəh, nə gözəl geyimdir hicab, da 100 dənə don giyindirməsin buna, 1000 dənə bəhanə gətirməsin. Elə nə gözəl geyimdir, vallah bu geyim xanımı xanım xatun göstərir. Bu geyim xanımı çox ali cənab göstərir. Əsil Azərbaycan qadını kimi, əsil ana kimi göstərir, əsil qadın kimi göstərir. Bəli, nə gözəl, Allahım mənə belə bir tapşırıq verib. Bunu bəh-bəhlə insan qarşılasın. Allah bizi bax bu dərəcəyə çatdırsın ki, gözəl tapşırıqlarını biz gözəl surətdə bəh-bəhlə qarşılayaq və bizə gəlsinlər, desinlər ki, Allahın sənə mesaj göndərib, Allahın sənə xəbər göndərib, o xəbəri, o mesajı açıb həvəslə oxuyasan ki, Allahım nə gözəl mənə xəbərlər, mesajlar göndərmisən. Ürəyi əsir, məsələn birinin telefonuna gözlədiyi bir yerdən mesaj gələndə səsin eşitcək ürəyi başlayır əsməyə. O gün olsun ki, azan səsini eşidəndə də ürəyimiz başlasın əsməyə. Quran sədası eşidəndə də ürəyimiz başlasın əsməyə. Bu xoş, gözəl sədaları eşidəndə qəlbimiz əsəndə bilinir ki, o qəlbdə iman var.